Tovuz rayonu Qovlar Şəhidlər Xiyabanındayıq. Bugün qəhrəman şəhidlərimizdən olan Abbasov Zülfüqarın anım günüdür. Şəhadətindən 5 il ötür. Zülfüqarımızın timsalında cümlə Azərbaycan şəhidlərinin ruhu şad olsun. Allah doğumlarına səbir versin. Zülfüqar evli olub, vətənə, xalqa, bizlərə əmanət. Bir oğul balası var. Allah onu qorusun. Allah əzizlərinə səbir versin. Bizler de her zaman olduğu kimi Tovuz Turan şəhid ailələri birliyi olaraq şəhidlərimizin ziyarətində oluruq. Tabii böyle. Allah rahmet eylesin. Yerimizden Allah ruhunu şad eylesin. Amin. Bu günləri Tovuz rayon Qovlar şəhərində Şəhidlər Xiyabanında Zülfüqar qardaşımızın ziyarətindəyik. Ruhu şad olsun Zülfüqar qardaşımızın. Allah yaxınlarına, həyat yoldaşına səbir versin inşallah. Bir çox şəhidlər kimi Zülfüqar qardaşımızın da bir oğul evladı vətənimiz üçün, xalqımız üçün əmanət qalıbdır. Allah dözüm versin. Atasının adına layıklı bir evlad olsun inşallah. Allah ruhunu şad edesin. Allah sabır dözüm versin inşallah. Cəm şəhidlərimizin ruhu şad olsun. Bütün şəhid ailələrinin, şəhid yoldaşlarına, bazılarına Allah səbir versin. Bu kadar büyük yanlar. Amin inşallah. Buyur Rəfiqatım. Şəhidlərimize Allah rəhmət etsin. Məkanlar cənnət olsun. Ata-analarına, ailələrine Allah səbir versin. Allah ordumuzu qorusun. Qazilərimizin canı sağ olsun. Allah şəfa versin. Dövlətimiz var olsun. Amin. Buyur Rəfiqatım. Allah bütün şehitlerimizin mekanını cennet eylesin. Ailelerine, ata-anasına, Allah hamısına sabır versin. Dözüm versin. Bütün şehitlerimizin makamı uzadan uza, ruhu şad yeri cennet olsun. Bütün şəhidlərimizin hamısına Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı. Amin inşallah. Şəhidlərimiz Allah rəhmət eylesin, yerləri cənnət olsun. Buyurun təbrimən. Vətən torpaq uğrunda Azərbaycanımızın bugünü üçün, gələcəyi üçün 21-ci əsr tariximizdə Azərbaycanımızın zəfər tarixini yazmaq məqsədilə erməni işğalına qarşı həyata keçirilən tədbirlərdə müharibə zamanı canlarını qurban vermiş, igidlik, cəsurluq, döyüşkənlik nümayiş etdirmiş, döyüş tapşırıqlarını yerinə yetirərək ən yüksək zirvəni fəth etmiş hər bir şəhidimizə, o cümlədən bugün il dönümünə toplaşdığımız şəhid Zülfüqar Bayramoğlu Abbasova Allah rəhmət eləsin. Allah yaxınlarına can sağlığı, zulüm versin, təmkin versin, səbir versin. Allah bir övladını saxlasın, Allah ailəsini qorusun.
səbir versin. Həqiqətən müasir tariximizin yazılmasında hər bir şəhidimizin canlarını vətən yoluna qurban vermiş, hər bir Azərbaycan vətəndaşının, hər bir Azərbaycan oğlunun, gəncinin çox böyük, xüsusi, əvəzsiz rolu və yeri vardır. Yəni ki, Azərbaycanımızın dövləşməsi üçün, ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi üçün və dünyada yaşayan bütövlükdə dünya Azərbaycanlılarının qürurunu özünə qaytarmaq, bərpa etmək, Azərbaycan xalqının nüfuzunu dünya miqyasında daha da yüksək səviyyədə ucaltmaq məqsədi ilə onlar Azərbaycan Respublikasının dövlət himnində qeyd olunduğu kimi qan tökməyə, can verməyə hazır olmaqlarını bir daha döyüş meydanında təsdiq və sübut etmişlər. Xüsusi olaraq bir daha qeyd eləmək lazımdır ki, 21-ci əsr tariximizdə 200 il tarixi əhatə edən ermənilərin təcavüzkarlıq, işğalçılıq siyasətinin qarşısını almaq, bütöv Azərbaycan yaratmaq, bu cür oğulların yaşadığı dövrə təsadüf etdiyinə görə onlar bu məsələnin ötəsindən layiqincə gəlmişlər. Yəni Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrimiz Ali Baş Komandanı Cənab İlham Əliyevin hakimiyyəti dövründə formalaşmış, inkişaf etmiş gənclərimizdən biri olaraq Zülfüqar da vətən qarşısında borcunu şərəflə, vicdanla yerinə yetirmişdir. Onların xidmətləri dövlətimizin başçısı tərəfindən yüksək səviyyədə qiymətləndirilmişdir və o bir sıra orden və medallarla təltif edilmişdir. Həqiqətən hər bir şəhidimiz müasir tariximizə Azərbaycanımızın milli qəhrəmanı, vətən müharibəsi qəhrəmanı, hər bir dünyada yaşayan Azərbaycanlıların, Türk dünyasının milli qəhrəmanı, əsl xalq qəhrəmanı olaraq daxil olmuşlar. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, Allah xalqımızı, ordumuzu qorusun və Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrimiz Ali Baş Komandanı dünyanın hərbi, siyasi, ideoloji müharibələr tarixinə, informasiya müharibələri tarixinə yeniliklər bəxş etmiş və informasiya, ideoloji müharibədə tək vuruşmuş, bu cür oğulların qəhrəmanlığı sayəsində, yəni Zülfüqar Bayramoğlu Abbasov kimi döyüşkən oğulların, mərd oğulların, qeyrətli oğulların şəhidlik zirvəsini fəth etmələrinin, şəhidlik zirvəsi ucalmalarının məntiqi nəticəsi olaraq 21-ci əsrdə bütöv Azərbaycan Respublikası yaratmış Cənab İlham Əliyev olsun. Amin inşallah. Böyük göz alana. Allah kömək olsun. Bugün biz Tovuz Turan Şəhid Ailələri Birliyi olaraq Zülfüqar Bayramoğlu'nun 5-ci il dönümünə, anım gününə yığışmışıq. Biz ailədə anıyı tək qoymamaq üçün onun göz yaşlarına biz analar silərək, onun dərdinə şərik olaraq bugün Zülfüqar balamızın anım günündəyik. Mən Zülfüqar balamın timsalında bütün Azərbaycan şəhidlərinə Allah rəhmət eləsin. Məkanları cənnət olsun, ruhları şad olsun. Onların ailələrinə Allah can sağlığı, səbir versin. Yaşasınlar, bu gözəl nur üzlü balaları dünyaya tanısınlar, yaşasınlar. Amin inşallah. Buyurun Mehriban Hanım. Allah cəm şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Buyur Elmir Hanım. Biz de bugün Zülfüqar balamın 5. il dönümünü onun ruhu şad olsun. Emin balamın yanında olub döyüşüblər. Allah yerlerini cennet mekan eləsin. Ata-anasına, yoldaşına səbir versin. Canım qurban hamısının ruhuna. Onlar bir vətən üçün canlarını həlak elədi. Balalarından, yoldaşlarından keçdi, ata-anasından keçdi. O silaha sarındı, o gözəl Qarabağın torpaqlarını alan oğullara canım qurban, ruhları şad olsun.
Allah sizlərdə var eləsin, Gülnaz balam, Elmar balam. Həmişə yaxşı olun, həmişə Allah sizin düzünüzü, siz də cənnətlik olarsınız inşallah. Çünki o qədər şəhidlərə xidmət edirsiniz, əziyyət çəkirsiniz. Var Bizim olun vətəndaş həmişə. borcumuzdur, Allah vətəndaşlıq qorusun hər borcumuzdur. İnşallah əlbəttə ki, o dünyamıza şəfaətçi olsunlar. Amin. Allah ruhlarını şad eləsin. Buyur Sima. Allah bütün şəhidlərin yeri cənnət məqamları ucadan uca olsun. Amin inşallah. Buyur Zabitə bacı. Bütün şəhidlərin hamının dediyi sözlərə mən də qoşuluram. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Allah razı olsun. Buyur Cəbrayıl. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Yerlər cənnət olsun. Allah şəhid ailələrinə səbir versin. Qazilərimizə kömək olsun, şəfa versin. Amin inşallah. Buyur Məzarədə. Cəm şəhidlərimizə Allah rəhmət eləsin. Gülnaz xanım, bütün Azərbaycan xalqı şəhidlərə, qazilərə borcludur. Bu şəhid ailələri mən özümdən götürürəm də. Sizə, Dəmir müəllimə, Elmar müəllimə borcluyuq ki, siz heç nəsiz bu şəhid ailələrinin, şəhidlərin, qazilərin qaydına qalır, can yandımla işıqlandırırsınız. Bizim borcumuz. Hər birimizin borcudur. Sağ olun, var olun. Sizlər var olun. Allah sizləri bizim başımızın üstündən heç bir vaxt əskik eləməsin. Buyur Aydın ata. Bugün biz burada Toz Turan Şəhid Ailələr Birliyi olaraq Zülfüqar oğlanın bir dönüm mərasimine gəlmişik. Valideynin yanında olmağı, dərdinə şərik olmaq üçün. Valideynə də başqa bir şey lazım deyil. Ona mənəvi dəstək üçün yanında olur. O yanındakı ona qiymət verib dəyər verənləri görəndə o da rahatlanır ki, evladı ruhu şaddır, onu yad eləyənlər var. Bunlar yad olunmalı o evlatlardır ki, hansılar ki, bunlar Azərbaycan tarixində Zəfər günü kimi bir qələbə günü tarix yazdılar. Tarixdə qızıl hərflərlə yazılır Zəfər qələbəsinə. Neçə yüz illərdən bəri Azərbaycan torpaqları işğaldan məruz qalmışdı, kafirlərin ayaqlarının altında qalmışdı. Qürurumuzu sındırmışdılar onlar kimlərsə hava dağlarının vasitəsilə. Nəhayət belə oğullar yetişdi, vətənin harayına qalxdılar. Ali Baş Komandanın siyasətini dəstəkləyib onun ətrafında birləşdirə dəmir yumruq yaratdılar və düşmənin başını əzdilər. Əzdilər onları. Bir qismi qalmışdı, 23-cü ildə antiterror əməliyyatında da onları tamam təmizlədilər. Qarabağımız təmizləndi. Azərbaycan oldu. Azərbaycan idi, Azərbaycan elədilər. Qarabağ gələcəkdə də Azərbaycan olmalıdır. Allahdan arzu eləyərik. Xalqımızın üzərində olan bu qara buludlar çəkilsin, geçsin. Xalqımıza yaradılmış bu əmin-amanlıq daim olsun. Bayrağımızı yüksəkliyə qaldırıblar. Bu həmişə yüksəklikdə dalğalansın, vətənimiz şən olsun. Bütün valideynlər evlatları üçün xoş günlər arzuladıqlarını çatdırsınlar. Ali Baş Komandanımız da var olsun, ölkə başçısından əksik olmasın, İlham Əliyev var olsun ki, bizim xalqımızı məğlub olan xalqlar sırasından qalib xalqlar sırasına çıxartdı, onun siyasətlər içində oldu. Var olsun. Hamıya xoş günlər arzulayarım. Çox sağ olun. Ruhu şad olsun. Allah bir balasını min butaq eləsin. Allah sizlərə səbir dözüm versin ayana. Haqqınız ödənməz. Allah güc qüvvət versin. Şəhid ailələrə, atalar, analar. Bugünkü yanımdasınız. Allah sizə kömək olsun. Allah balalarınızın yerini cənnət eləsin. Ruhları şad olsun. Allah sizə kömək olsun. Bak güzel canlarına, canlarına.